Bakıxanovda tam mərkəzdə. İcra hakimiyyətinə yaxın ərazidə bu görürsünüz. Bakıxanov rezidensi tikdik. 12 mərtəbəli binanın 9-cu mərtəbəsindən sizə qanuni 3 otaqlı padmayat mənzil göstərəcəm. Binamızın həyətidir və geniş plaşatkası var. Uşaqların oynamaq üçün şərait yaradılıb. Binamızın 2 ədəd lifti var. Bax görürsünüz. 2 ədəd lifti. On 12 mərtəbəli binanın 9-cu mərtəbəsinə qalxacaq. Ya Allah, bismillah. Mənzilimiz padmayat. Bax, girişdə belə bir görürsünüz, bax. Geniş bir hol hissəsidir. 3 otaq, 120 kvadrat. Sol tərəfdə yataq otağıdır. Geniş şəbəkə pəncərəsi var. Pəncərəsi açılır. Qabaq icra hakimiyyətidir, mərkəzi yol yolu. Otağın içində sanuzel var. Genişliyi də normaldır. Hol hissəsi, giriş qapısı. Burada zal var. Geniş bir zaldır. Balkona çıxışı var. 3 pəncərə. Bax, 1, 2, bir də oradan balkona çıxışdır. Maşallah, geniş ev. 3 otaq, 120 kvadrat. Balkon hissəsidir, zaldan da çıxmaq olur. Bax, mərkəzi yol orada. Görsün maşınlar ki. Bu hissə yəqin ki, kuxna üçün nəzərdə tutulur. Bu da 3-cü yataq otağı və yaxud kuxna da eləyə bilərsiniz. Qiymət də çox münasibdir. Qiymət barədə şərhlərdə yazacağım. İnşallah. Nə də sualınız olsa ünvanlaya bilərsiniz. Əlimizdən gəldiyi qədər köməklik göstərəcəyik. TikTok səhifəmiz Eyşən Əmlakçı, eyşən.ofis. YouTube səhifəmizdə Qaraçuxur Əmlak TV. Yazın YouTube'da, yəni izləyin. Allah xeyir versin. Xeyirli olsun.